Salam idman sevənlər. Bugün sizə bir kəndirlə ən azı 3 hərəkət qolun arxası üçün göstərəcəm. Birinci hərəkət. Bu vəziyyətdə dayanırıq. Dirsək bir yerdə qalmaq şərti ilə qollar yuxarı qalxır, sadruq aşağıda sıxırıq. Hər sayı aşağıda sıxmaq şərti ilə. Həm onda triceps əzələsini yaxşı hiss eləyəcək, həm də ki, çox gözəl bu vəziyyətdə işləyirik. 4 yanaşma, 12-15 say. İkinci hərəkət isə bunu aşağı salırıq bu vəziyyətdə. Başımızın arxasından gətiririk, sıxırıq yuxarı. Hər pik nöqtədə qolumuzun arxasını sıxırıq bu vəziyyətdə. 12-15 say. Üçüncü hərəkət isə belimizi sökürük bu vəziyyətdə. Sıxırıq qabağı. Buraxırıq arxaya, sıxırıq qabağı. 12-15 say. Əgər belə video faydalı oldusa, komment yaza bilərsiniz.